Tanrının teretekin temiz, terekeme töremesi Türk'ten ürk. Ürekli, kürekli, başının üstünden ışıklı göktü. Papaq diye koyduğu börktü. Elleri ayda, ulduzda, başı kızıl tan yerinin ey ulu tanrım. Bugün yurtta bayramdır. Doğrudan da bugün hamınız sual verə bilərsiniz ki, nəyə görə bugün biz belə bir festivalı keçirik? Niyə məhz bu il, niyə bundan qabaq yox? Sual haqlı ola bilər, amma mən istərdim o suala da cavabını da verə biləm. Çünki bu festival əsas məqsədi bizim Azərbaycanın və mən deyərdim bütün Türk coğrafiyasının, Türk dünyasının qədim ənənələrindən biri olan yaylaq-qışlaq ənənəsinə aid olan bir festivaldır. Və biz çox sevinirik ki, burada, bu tarixi bir məkanda, hansı ki bizim Azərbaycan tarixinin ən vacib bir mərhələsi olan və mən deyərdim, sivilizasiyanın başlanğıcı olan bir Qobustanda belə bir tərəkəmə festivalın keçirməsinin özündə bir simvolik bir mənası var. Çünki məhz buralarda o ənənələr hələ də yaşayır, davam etdirilir. Çox şadam ki, burada bu tədbirdə bizlərlə yanaşır bizim qazilərimiz, hörmətli qazilərimiz də iştirak edir. Onlara mən sonsuz təşəkkürümü bildirmək istərdim. Var olasınız, Allah sizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin. Bu tarixi günlər indi yaşayırıq və bu tarixi günlərə və bu qürura, bu şərəfə görə sizə borcluyuz.